Salam dostlar, necəsiz? Bu günlərdə sizlərlə riyazi işlemlər barəsində danışacağıq. Riyazi işlemlər, yəni böyük ədədlərin bir-birinə vurulması barəsində olacaq mövzumuz. İlk növbədə nəzərinizə çatdırıram ki, bizə imtahan vaxtı bəzən elə bir böyük rəqəmlər karşımıza çıxır ki, bunların bir-birinə vurulması müəyyən bir vaxt itkisi verir. Bu da bizim ümumi vaxtımızı əlimizdən alaraq müəyyən bir sualımıza oxumamış imtahanı tərk etmiş oluruq. Bugünkü mövzumuz, daha doğrusu böyük ədədlərimiz 11 ilə 19 aralığında olacaq. 11 daxil olmaqla 19 aralığında olacaq. Bu aralıqda olan ədədlər, bütün ədədləri bir-birinə vurmaq üçün müəyyən texnik üsulları vardır. Bizə verilən məsəl üçün elə bir 11 ilə 19'u götürək. 11 vurmaq üçün biz 19 üsulundan istifadə edirik ən çox. Deməli, 99 və 11, 9, 0, 2. Bu işləmi aparmaq üçün müəyyən bir vaxtımız getdi. Amma bizim elə bir texnik üsulumuz da var ki, məsəl üçün 11'i 19'a vurmaq üçün bərabərdir sual. Bir ədədi götürdükdə, məsələn biz 11'i götürürük, birinci ədədi götürürük. Digərinin sonuncu rəqəmin onun üzərinə gəlirik. Elədir 20. Arxasına hər ikisinin sonuncu ədədləri vuraraq yazırıq. Biri 9'a vuraraq yazırıq bura. Baxın, 209. Yaxud da növbəti bir misal üzərində yoxlayaq. Məsəl üçün deyək ki, 12 nə deyək? 12 və 17. Deyir, vurulması necədir? Bunun üçün biz 12 vurulsun 17 etməliydik. 7 2'ye 14, 4'e yazırıq. 1 yatdı 7, 1'in 7, üstünə 1 8, 12, 4, 10, 0, 1 yatdı 1, yatdı da 1, 2, 204. Amma biz bu ədədi götürüb üzərinə digərinin sonuncu rəqəmin üzərinə gəlməklə yazırıq aşağıdan. 12'nin üzərinə 7 gəldikdə 7. Deməli, yazılacaq 19. Və arxasına sonuncu rəqəmi, hər ikisinin sonuncu rəqəmi vururuq. Eləyir 14. 14. Bu 1. 19'un üzərinə gəlinir, eləyir 204. Yəni sizdən avtomatik baxdıqda 17 bəli 12 vurulsun 17 gəldi gördükdə o dəqiqə 17'nin üzərinə 2 gəl, yaxud da 12'nin üzərinə 7 gələrək 19, yanına da 14 elədir 4 0 2. Bu qədər asandır. Digər bir misalda buna uyğun edək. Məsəl üçün 14 15
14 yaxud da 18. 18. Deməli 8 4-ün 32, 2 yazırıq 3 yadda, 8 1-ün 8 yadda, 3 11 14 2 5 2 252. İndi isə 14 vurulsun 18 bərabərdir sual işarəsi deyək. 14-ün üzərinə 8 gəlirik. Yazırıq 22 və 4-ü 8-ə vuraraq 8 4-ün 32. 2 və 3. 2 5 və 2. Gördüyünüz kimi cevabımız doğru oldu. Bugünkü videomuz bu qədər. İzahımız bu qədər. Gələcək videolarımızda daha böyük rəqəmlərin də bir-birinə vurulması barədə videolar çəkəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Kanalımıza abunə olmağı unutmayın. Çox sağ olun. Təşəkkürlər.